Ayətullah Lüzma Xoyyə, deyirlər, Əllamə Qazi, Seyyid Əli Qazi ömrünü göstərdi. Pərdəni çəkdi gözümün önündən, baxdım, gördüm, belə olacaq, elə olacaq. Axırda bu da mərcəy təqlidi də Ayətullah Xoyi, Rüstə böyük mərcəy idi. Gəldi, axırda gördüm, özümə göstərir ki, o vaxtı mərcələrin ölümünü minarələrdən elan eləyərdilər. Deyirlər ki, Xoyi dünyasını dəyişib, özüm eşitdim deyib, ömrümü axıracan göstərdim. Sonra Əllamə deyir ki, tutumu olsaydı, onun cavanlığında olub da, indi elə, tutumu olsaydı, ondan sonranı da göstərərdim. Bax, görür, adam böyüdü deyə, həm özünün, həm başqalarının o tərəfini görür. Heç olmasa düşünün, mən demirəm, pərdə çəkilsin görək, biz heç olmasa düşüncə, üfüqümüz o qədər genişlənsin ki, indi ola, bizi o düşündürsün. Adam böyük adamdır ki, burada olurlar, onun dərdini çəkir. Dualara baxın, dualar aparır bizi ora. Vay, mən orada necə eləyəcəm? Bu söz, adam nə qədər böyüdür ki, bu anın içində itib batmayıb. Bu an keçəcək, növbəti an keçəcək, bu anlar keçəcək, qarşıda əbədiyyət var. Oranın düşüncəsindədir indidən. Bu təkcə əqidə məsələsi deyil, məad, Üsul-i-Dinin filan bəndi, buna inanmaq deyə keçək. Bu, adamın şəxsiyyətinin göstəricisidir, kimliyinin göstəricisidir. Ahirətə inanmaq üçün də hansı hissdən çıxış eləyək ki, ahirət? Fikir verin, Quranda Allah ahirəti sübut eləməklə məşğul deyil. Baxın, azdır, az. Əsasən ahirətin vəsfindən danışır. Ahirət belədir. Demir ki, filan səbəblərə görə ahirət var. Deyir, iki dənə yerdə. Başdan ayağa neyinir? Ahirət belədir, elədir. Hey, vəsfi, tərifi, necəliyindən danışır. Niyə görə? Çünki deyir, insan sağlamdırsa, ahirət inancı 2 vur 2-dir. İnsan sağlamdırsa. Çox da dəlil sübuta ehtiyac yox. Biz bəzi mövzular var, bizə çox mürəkkəb gəlir. Allah deyir ki, bunun üzərindən keçin, bunu sübut eləməyə, özünə yönət, başqa yolla gəl. Əqli dəlillər gətirmə, başqa yolla gəl. İnsanın özünə diqqətini yönət. Hansı hissdən çıxış eləyək ahirətə inanmaq üçün? Ahirətə inanmaq yox, onun haqqında düşünmək üçün. Əbədiyyət istəyi, insanda fitridir. Ən dərin istəklərdən biridir. Mən yox olmaq istəmirəm, mən son istəmirəm.